Geçen sefer böyle bir sual verdik. Dedik ki 3 toyuq 3 günde 3 yumurta yumurtluyor. 3 toyuq 3 yumurtanı 3 gün ərzində yumurtluyor. Və belə bir toyuqlardan 12 toyuq 12 yumurtanı neçə günə yumurtlayar? 12 toyuq 12 yumurtanı neçə günə yumurtlayar? Bunun cevabı 3 gündür. Niye 3 gündür? Gəlin belə bir şey izah edeyim mən sizə. Elə təsəvvürləyin ki, bu 12 toyuğu 3 günə 3 dənə yumurtlayan toyuqlara görə bölək. Necə? Qruplara bölürəm. 3 toyuğumuz var. Baba 12 toyuğu 3 toyuqlara bölürəm. 3 toyuq bir qruplaşdırılır. Yenə 3 toyuq olaraq qruplaşdırdıq. Yenə 3 toyuq olaraq qruplaşdırdıq. Və bunların hər birisi bu 3 gün ərzində 3 yumurta yumurtlayır. Bu da 3 yumurta, bu da 3 yumurta yumurtluyor, bu da 3 yumurta yumurtluyor. Ve toplam bunlar 3 gün ərzində baş verir. Eyni şeydir. 3 toyuq 3 gündə 3 tane yumurta yumurtlayır. 12 toyuğu qruplar halında saldım. 3 toyuq 3 toyuq qruplaşdırdım. 3 toyuq, həmin bunlardan 3 toyuğu bu 3 gün ərzində 3'ünü yumurtlayır. Bu da həmin 3 gün ərzində 3'ünü yumurtlayır. Bu 3 toyuq da həmin bu 3 gün ərzində 3'ünü yumurtlayır. Bu 3 toyuq da həmin 3 gün ərzində yenə 3'ünü yumurtlamış olur. Cəmi 12 dənə yumurta olur. Neçə gün çəkir? 3 gün çəkir.